Təşəkkür edirəm. Belə bir maraqlı söhbətə görə minnətdaram. Mən Türkiyənin millət vəkiliyəm və həmçinin gənc liderlər sırasındayım. Orta dəhlizin gələcəyi daha çox ABŞ maraqlarından asılıdır. Biz ötən ildən etibarən görürük ki, ABŞ-ın maraqları yeni administrasiya vasitəsilə xeyli dəyişir. Və birincisi, bu orta dəhliz necə dəyişikliklər gətirəcəkdir və İranın gələcəkdə buna təsiri necə ola bilər? Təşəkkür edirəm. Sual hamınızadır. Kim birinci çıxış etmək istəyirsə buyursun. Düşünürəm ki, Trip Prezident Trump'ın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və hətta ondan sonra da vacib olacaqdır. Əgər belə olmasaydı, prezident öz adını verməzdi və onun adının verilməsi o deməkdir ki, bu icra olunacaqdır. Və daha sonra isə bu təsdiqləndi. Biz tamamilə əminik ki, Birləşmiş Ştatlar bunun hissəsi olacaqdır. Və bizim əlimizdə olan informasiya uyğun olaraq, ABŞ və Ermənistan elə bir şirkəti təsis etmək istəyirlər ki, o fiziki tikinti işləri aparsın və sərmayələri yatırsın. Açıq mənbələrdən biz artıq bilirik ki, 76% səhmlər ABŞ-a məxsus olacaq, qalan hissəsi Ermənistana. Bu, birinci 49 il ərzində belə olacaqdır. Daha sonra isə növbəti 49 illik müddət olacaqdır və əgər bu format funksiyonal olsa, o bir əsr kimi qüvvədə qalacaqdır. Və ikincisi, siz haqlı olaraq qeyd etdiniz ki, Amerikanın administrasiyasından bağlantı layihələrinə fərqli yanaşmalar var və yalnız Prezident Trump hakimiyyətə gəldikdən sonra biz böyük marağın olmasının şahidi olduq. Digər sözlə desək, bütün görülmüş işlər region ölkələrində, Azərbaycanda, Gürcüstanda və bizim Mərkəzi Asiyadakı tərəfdaşlar bu günə qədər bu nailiyyətləri elə Amerikanın iştirakı olmadan bunu həyata keçiriblər. O cümlədən Türkiyə var. Məsələn, biz Azərbaycan, Gürcüstan, Türkiyəyə qədər biz boru kəmərini çəkmişik. Bakı, Tbilisi, Qaz boru kəməri çəkilibdir. Bütün bunlar Amerikanın praktiki iştirakı olmadan həyata keçirdik. Biz bunu özümüz etmişik. İndi bugünkü nailiyyətə gəldikdə Prezident Trump'ın administrasiyası buna diqqət yetirir. Əlbəttə ki, həmin bu geniş miqyaslı layihənin həyata keçirilməsi daha yüksək səviyyəyə qalxacaqdır. Bir məsələni də burada qeyd etmək istəyirəm. Biz burada region ölkələri haqqında danışdıq, lakin biz Xəzər dənizinin digər sahilində yerləşən Mərkəzi Asiya dövlətlərini yaddan çıxarmalı deyilik. Onlar olmasa, Çindən hər hansı bir yük Avropaya gedə bilməz. Ona görə Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonrası Avropa, bu coğrafiya belədir və Azərbaycan artıq çox fəal şəkildə Mərkəzi Asiya ölkələri ilə çalışır. Ötən ilin noyabrında Beşlər qrupuna Azərbaycan da daxil edildi. Artıq 6 üzv var və bu da görünməmiş bir təcrübə idi. Biz artıq Mərkəzi Asiya dövlətlərinin Məşvərət Şurasının üzvüyük və bütün bunlar bağlantılara xidmət edir. Ona görə Mərkəzi Asiya ilə Çin arasında görünən bu işlər və xanım Helga bunu burada qeyd etdi. Bu həmçinin artıq tikilən yola təkan verəcəkdir. Bu, Çin tərəfindən tikilən bir yoldur. Xəzər dənizinin sahilinə çıxıb. Məsələn, Qazaxstanın ərazisindən keçərək hal-hazırda Çin, Qırğızstan, Özbəkistan və Qazaxstan yolunun tikintisini maliyyələşdirir. Və bu deməkdir ki, bir mənalı şəkildə Azərbaycanın ərazisinə daxil olma baş tutacaqdır ki, bir çox siyasi maraqlar var, beynəlxalq münasibətlər və diplomatiya özünü doğrulayır.
məşğuldur və Azərbaycan elə bir ölkədir ki, həmin bu trans milli layihələrin həyata keçirilməsi üçün çalışıbdır. Tutaq ki, əlbəttə ki, Bakıdan boru kəməri Orta dənizin, Aralıq dənizinin sahilinə çıxır, daha sonra isə İtaliyaya gedir. Bütün bunlar çox geniş bir coğrafi məkanda əməkdaşlığın əsasıdır.